məcburam nə etməliyəm? Sən bunu boşaltmalısa xalacaqla aparmalıyam. Buranı bu vəziyyətə saldım. Hər dəfə deyirəm, baş üstə deyirsə bu yeni. Yox, mən... Niyə bir irəliləyiş yoxdur? Bura saxlama məntəqəsi deyil. Gəlirəm. Bu nədir? Bunlar niyə belə bu gün? Çocuklarını yığışdıram, insan çıxacaq. Ay qardaş, yığ, yox, bu gün düzəldəcəyik, yox. Siz bunu əslində 10 gün bundan qabaq düzəltməliydiniz, düzəltməmisiniz. Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşlarının iştirakı ilə növbəti reyd keçirilib. Reyd zamanı şəhərin müxtəlif ərazilərində piyada hərəkətinə maneə törədən, sanitar-gigiyenik tələblərə cavab verməyən və icazəsiz fəaliyyət göstərən ticarət obyektləri müəyyən edilib. Satıcılara qanunvericiliyin tələbləri izah olunub, xəbərdarlıqlar edilib. Obyekt şəhər bura zibilxanadır. Niyə belə edirsiniz ki? Yox, bu əvvəl... Eləməyin də bunun gününə bax. Departamentdə vaxtı-vaxtında müqaviləvi bağlanır. Müqavilə bağlanandan sonra ödəniş olur. Hər ayda ödəniş verir. Müqaviləm var, hər ayda ödəniş edir. Yox, bu şəhərimizə yaraşır. Yaraşmır. Ay qardaş, buradan universitetdən çıxan tələbələr hardan keçməlidir? Yoldan gəlməlidir. Ay xeyr. Hardan keçməlidir? Piyada keçsinlər. Düzdür? Sözlərin şirin, yığ da qardaşlar. Qeyd edək ki, şəhərdə küçə ticarəti ilə bağlı nəzarət tədbirləri mütəmadi olaraq davam etdirilir. Məsul qurumlar sakinləri və sahibkarları müəyyən edilmiş qaydalara əməl etməyə çağırır. Şəmstan Fikrətli, Elbrus İsmailov. Bugün informasiya proqramı üçün.